İran dövləti bu saat iflasın eşiğindədir, bütövlükdə. İflasın eşiğində olduğuna görə də başlarını itiriblər. Yəni, həqiqətən də itiyəsini tanımır. Tanısaydı, lap tutaq ki, kimsə agentura, yaxud səhvən, hansısa səbəbdən Naxçıvana dron atıb da, düzdürmü? Bu fakt var artıq, bunu dana bilməyəcəklər. Dövlət ağlı nə etməli idi, nə edərdi belə vəziyyətdə? Bunun gözəl örnəyini İlham Əliyev göstərib. 44 günlük Vətən müharibəsinin sonuncu günü Naxçıvandan Rusiyanın helikopteri vuruldu. Dərhal üzr istədik. Dərhal. Heç biz demədik ki, biz eləmişik, eləməmişik, araşdırarıq. Yəni, İranda dövlət ağlı yerində olsaydı, onlar deyərdi ki, artıq faktdır da baş verər. Biz buna görə üzrxahlıq edirik, araşdıracağıq, cəzalandırırıq. Bu sözü eşitməmişik. Yəni, bax, ona görə dövlət başını itirib. İflasdır bu. İflas dövlətsizlikdir. Dövlət ağlı yerində deyil. Ona görə, üstəlik də Heydər bəy düz deyir. Bunlar Naxçıvanı bir zəif bənd kimi görürlər. Çünki Naxçıvan həqiqətən təcrid olunmuş. Orada o bombardımandan 2 dənə mesaj verdilər. Sizin aeroportunuzu bağlayaram. Bu aeroportu bağlamağı deməkdir ki, Naxçıvanın dünya ilə əlaqəsi kəsilir, kommunikasiya əlaqəsi kəsilir paytaxtla. Yəni, bu deməkdir ki, həm də Azərbaycandan ayırarıq sizi, özümüzə birləşdirərik deyirlər həm də bundan. Həm də orada uşaq, yəni belə deyək, məktəb hədəf alınır. Bu nə deməkdir? Sizin uşaqlarınıza qədər kökünüzü kəsərik deyir bizə. Başa düşmüş? Həm də burada bir məqam da var, o uşaqlarla bağlı. Bu son günlər görürsünüz də manipulyasiya edilir. İranda güya İsrailin və Amerika Birləşmiş Ştatlarının bir məktəbi vurduğu görüntüləri deyə bir paylaşımlar edirlər. Hətta kəfənlənmiş cəsədlər göstərirlər, üstündə uşaq şəkilləri, bilmirəm sizdə var. Görüntü var. Rejissorumuzdan xahiş edirəm, həmin görüntünü təqdim eləsin. Yəni, onun üzərində biz işləyək. Mən onunla bağlı sosial mediada paylaşımlar edirəm və adamlara izah etməyə çalışıram ki, birincisi sual olunmalıdır ki, Amerika Birləşmiş Ştatları yerin altında onlarla metr dərinlikdə obyektləri vura bilən bir dövlət niyə məktəbi vursun? İsrail də o cümlədən. Yəni, nəyə lazımdır? Məktəb vurmaq molla rejiminə xas karakterdir. Bu bir. İkincisi, lab tutaq ki, səhvən hansısa səbəbdən o şəkil qalsın, mən izah edəcəm orada bəzi şeyləri. Deməli, təsəvvür edin ki, lab səhvən vurublar da, düzdürmü? Bu, öldürülmüş uşaqların niyə birinin şəkli gözə görünmür? Yəni, meyitlərin. Söhbət uşaq şəklindən getmir. Bu bir yana. Ondan savayda məktəb vuruldu deyə videolar göstərirlər. Bir obyektdir, tikilidir, vurulub. Həqiqətən də darmadağındır, orada böyük adamlar var. Amma bir dənə içindən meyit çıxmır. Bir dənə görüntü yoxdur. Bunları da bir yana qoyub. Bax, bu şəkilə qayıdıram. Şəkildə görürsünüz oxla, sağa, sola, belə bir qırmızı oxla göstər. 2 uşaq şəklini sadəcə göstərmişik. Onu mən aşkarladım. Sonra da sosial mediada da müzakirə. Baxın, eyni şəkildir. Eyni uşaqlardır, bəli. Eyni şəkli qoyublar 2 dənə avantajdır da. Bu bir. İkincisi, adamlar o kəfənlənmiş cəsəd olduğu deyilən obyektlərin üzərinə əyilib, böyük adamlar. Siz o kəfənlənmişlərə baxın. Böyük adam boydadır. Əl qədər uşaq cəsədi deyil ki o. Böyük adam cəsədi boydadır. Ondan savayı, lab arxada o şəkili böyüdüb baxanda, bir o dedikləri, iddia etdikləri cəsədin üstündə 3 dənə şəkil var. Kəfənlənmiş cəsədin üstündə. Yəni, şəkillər bir-birini təkrarlayır. Ondan sonra sosial mediada da biz bu müzakirəni açmışdıq. Bəziləri mənə deyir ki, nə qədər amansızsan, Allahsızsan, uşaqların ölümünə sevinirsən. Deyirəm, nəyə sevinirəm, niyə sevinirəm? Mən deyirəm ki, əgər doğrudan uşaqlar öldürülübsə, bu vəhşilikdir. Bunu kim edibsə cavab verməlidir. Amma İran bunun faktını, sübutunu qoysun ortaya. Biz əmin olaq ki, doğrudan da İsrail mi, Amerika mı, yaxud da ki, İranın özü səhvən mi bunu vurub? Burada doğrudan uşaqlar ölüb. Yoxdur uşaqlar ortalıqda. Sonra mən bir video görmüşdüm, onu da gərək sizə gətirəydim. Videoda güya bu uşaqların dəfnə aparıldığı göstərilir. Bu, bizdə əskərləri dəfn eləyirik ki, qutunun içində. İranda haçandan qutu içində adam dəfn eləyirlər. Heydər bəy, siz görmüşsünüz. İslam qaydalarına zidd axı. Öyle şey yoxdur. Biz müsəlman cəmiyyətində tabutda aparırıq və üstə gəldi, o qutuda diqqətimi nə çəkdi? Qutunu aparırlar, ya aparanlar 4-5 adam çiyninə götürür. Hiss olunur ki, bomboş bir qutudur, oynayır. Yellənir havada. Yəni, görüntü yaradıblar. Bu bir yana. Azərbaycanda bir sürü para beyin də düşüb bizim kimi adamları ittiham edir ki, uşaqların ölməyinə sevinirsiniz.
Biz sevinə bilmərik. Uşaq ölürsə, orada da, burada da, dünyanın arasındasa biz buna sevinmirik. Sadəcə olaraq saxta Yalanda axı, bu yalanı kədərlənək nəyinə sevinək? Manipulyasiya edirlər, Azərbaycan cəmiyyətini də qızışdırırlar. Hətta ağlı başında adamlar var, bu şəkilləri paylaşıb deyir ki, Amerika, İsrail uşaqları vurur, siz Mossad agentisiz, nə bilim, nə siz buna sevinirsiniz və s. İndi mən ora qayıdıram ki, bunların bizim məktəbə o dron atmaları, yönəltmələri ondan qaynaqlanır. Yəni ki, siz bizim məktəblə bağlı manipulyasiyamızı şübhə altına alırsınız. Biz sizə buradan gözdağı verərik.